ببینید حرف اولی که گفتم این که Elə bayaq qeyd elədiyim kimi, əgər başqasının torpağında gözümüz olmayacaqsa, tamahkar olmayacaqsa, bu ilk qanundur. Bu problemin çox məsələ cəhəti bundan həll olacaq. Bu problem də onda həll olacaq ki, Azərbaycanla Ermənistan arasında ticari-iqtisadi əlaqələr yaransın. Əlbəttə ki, iki tərəfin hüquqları əsas götürülərək. و ارمنستان حل و فصل بشه با در نظر گرفتن حقوق‌های هر دو طرف. Bizim bugün edəcəyimiz kömək bundan ibarətdir ki, biz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasına təşəbbüs göstərmişik. Bugün çox sürətlə bu layihə həyata keçməkdədir. Bu artıq razılaşdırılıb və İran torpaqları ilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqənin yaradılmasına heç bir problem yaranmayacaq.